Hər vaxtınız xeyir, əziz həmvətənlər, dəyərli dostlar. Sabah 28 may tarixində ölkəmizdə müstəqillik günü qeyd olunur. Təbii ki, Azərbaycan xalqının müstəqillik tarixi, dövlətçilik tarixi çox qədimlərə gedib çıxır, minilliklərə uzanır bu tarix. Sadəcə 20-ci əsrin əvvəllərində Azərbaycan xalqı öz elitasının rəhbərliyi altında dövrün tələblərinə və ideallarına cavab verən yeni bir dövlət formalaşdırdı. Təəssüflər olsun ki, bu dövlət cəmi 23 ay yaşadı. Bir çox obyektiv və subyektiv səbəblərdən və gərək biz hesab etməyək ki, bu dövlət Azərbaycan Demokratik Respublikası tamamilə süquta uğradı. Çünki mən hesab edirəm, mənim fikrim belədir, razılaşmaya